Yəqin ki bunu tanıyırsınız da. Babamın video çıxdı. Ay Varavskoy belə getdi. Ay belədən gəldi. Get inək kimi poxul qarrını güddən ha. Deməli bunu yəqin hər kəs tanıyır da, bu Seysey Ayselim deyərək çığıran bu pasiyaktır, həmən adamdır. Deməli 20 dənə bunun videolarına baxın. Damarında kişilik qanı, qeyrəti, namusu, yaşayış tərzi yaxşı olanda, yəni bir yaxşı bir həyat tərzi yaşayan bir qeyrətli bir kişi heç bir zaman və heç bir vaxt bunun yaşadığı yaşayışı yaşamaz. Niyə? Bu insan gedib işləyib o yaşayışdan çıxmağa əvəzinə oturur gecə-gündüz burada dilənir ki, mən kasıbam, mənə pul atın. Bu şəhidə söyən adam deyil, bu vaxtilə bu şəhidə söymüşdür. Bunun şəhidə söyməsi bilməyən yoxdur, bu şəhidə söyən adamdır. Bunun yaşayış tərzinə girin baxın, iti bağlayın, o da yaşamaz, vallah billah. Bu gedib öz yaşayış tərzini düzəltmir, gör kimə zibil, pox, nə bilim, digər sözlər deyir, gör kim. Yaşayışı yönlü olan, hər şey yerində olan, nə bilim, dastoyunlu yerində olan, gör kim nədən danışır da, fikir verir. Özə gör kimin çəkini qoyub, baboşu çəkini qoyub, gör baboşu zada bu qarşıdır, baboşu bəyənmir. İndi bu videoya baxın. Tebodu, nə bilim nədir. Mən belə yaxın bilmirəm. Çıxışlarım, bəzi çıxışlarım var. Düzdən rəxlara yapıcı aid videolar çəkdirəm. Bu Varavskoydur, sərtlik deyil də nə qədəsi. Mən arxasıca... Tipinə bax, öz aramızda gizlətməyin adı yox. Heç istəyirsiniz. Baba, buncanı. Kim yalan deyəsə güydül yadır. Bir dənə baxın. Dostlar, görün kimi tapmışam baboşu. Məşhur TikTok eriyan dağıdır. Sökür. Moskva bura. Bax. Gelib baboşdan video çəkib də bu insan. Və güya kişi indi bu dəqiqə geylərə qarşıdır, baboş kimlərinə qarşıdır. Bu və bunun tip olan insanlar hamısı belədir. Üzdə güya bunlar geylərə qarşıdır, nə bilim pis təbliğat aparan insanlara qarşıdır. Amma realda hamısına qardaşdırlar, öpüşürlər, görüşürlər, fanatlıq edirlər. Və bunun bu videosunda yorum yazan nə qədər insan var da mənə qarşı yorum yazan mənfi. Hamısı bu tip insanlardır. Hamısı orada kişilikdən, qeyrətdən, namusdan danışırlar. Amma realda hamısı bax bundandır. Kim orada mənə mənfi yazıbsa. Da bunun yorumuna girib nəsə bir dəstək məqsədlə söz yazanda bu tip ağıldadır. Yəni qeyrətdən, namusdan danışıb realda heç bir olmayan adamlardır. Girib sosial şəbəkələrdə özlərini sübut etməyə çalışırlar və təsdiq etməyə çalışırlar. Yəqin ki bunu tanıyırsınız da. Babamın video çıxdı. Ay Varavskoy belə getdi. Ay belədən gəldi. Get inək kimi poxul qarrını güddən ha. Deməli bunu yəqin hər kəs tanıyır da, bu Seysey Ayselim deyərək çığıran bu pasiyaktır, həmən adamdır. Deməli 20 dənə bunun videolarına baxın. Damarında kişilik qanı, qeyrəti, namusu, yaşayış tərzi yaxşı olanda, yəni bir yaxşı bir həyat tərzi yaşayan bir qeyrətli bir kişi heç bir zaman və heç bir vaxt bunun yaşadığı yaşayışı yaşamaz. Niyə? Bu insan gedib işləyib o yaşayışdan çıxmağa əvəzinə oturur gecə-gündüz burada dilənir ki, mən kasıbam, mənə pul atın. Bu şəhidə söyən adam deyil, bu vaxtilə bu şəhidə söymüşdür. Bunun şəhidə söyməsi bilməyən yoxdur, bu şəhidə söyən adamdır. Bunun yaşayış tərzinə girin baxın, iti bağlayın, o da yaşamaz, vallah billah. Bu gedib öz yaşayış tərzini düzəltmir, gör kimə zibil, pox, nə bilim, digər sözlər deyir, gör kim. Yaşayışı yönlü olan, hər şey yerində olan, nə bilim, dastoyunlu yerində olan, gör kim nədən danışır da, fikir verir. Özə gör kimin çəkini qoyub, baboşu çəkini qoyub, gör baboşu zada bu qarşıdır, baboşu bəyənmir. İndi bu videoya baxın. Tebodu, nə bilim nədir. Mən belə yaxın bilmirəm. Çıxışlarım, bəzi çıxışlarım var. Düzdən rəxlara yapıcı aid videolar çəkdirəm. Bu Varavskoydur, sərtlik deyil də nə qədəsi. Mən arxasıca... Tipinə bax, öz aramızda gizlətməyin adı yox. Heç istəyirsiniz. Baba, buncanı. Kim yalan deyəsə güydül yadır. Bir dənə baxın. Dostlar, görün kimi tapmışam baboşu. Məşhur TikTok eriyan dağıdır. Sökür. Moskva bura. Bax. Gelib baboşdan video çəkib də bu insan. Və güya kişi indi bu dəqiqə geylərə qarşıdır, baboş kimlərinə qarşıdır. Bu və bunun tip olan insanlar hamısı belədir. Üzdə güya bunlar geylərə qarşıdır, nə bilim pis təbliğat aparan insanlara qarşıdır. Amma realda hamısına qardaşdırlar, öpüşürlər, görüşürlər, fanatlıq edirlər. Və bunun bu videosunda yorum yazan nə qədər insan var da mənə qarşı yorum yazan mənfi. Hamısı bu tip insanlardır. Hamısı orada kişilikdən, qeyrətdən, namusdan danışırlar. Amma realda hamısı bax bundandır. Kim orada mənə mənfi yazıbsa. Da bunun yorumuna girib nəsə bir dəstək məqsədlə söz yazanda bu tip ağıldadır. Yəni qeyrətdən, namusdan danışıb realda heç bir olmayan adamlardır. Girib sosial şəbəkələrdə özlərini sübut etməyə çalışırlar və təsdiq etməyə çalışırlar.